Bismillahirrahmanirrahim. Bütövlükdən Quran-Kərimə baxsan, bütöv bax ki, Allah tədəbbürlə. Vallahi görürsən ki, dünya həyatın var ha. Sənin müddətində, olduğun vaxtında, qısa bir müddətdir. 70, 80, 100 il yaşa. Allah subhanahu ta'ala bilirsən mi nə deyir, qardaşlar? Bax, insanın qəbirdə olma müddəti nə qədərdir? 1000 illər. Belə deyək, Muhammed sallallahu aleyhi ve sellemin vaxtından bizə qədər nə qədərdir? 15 əsr, 1500 il. İsa aleyhissalamın milad deyək, götürülən 2015-də 2000 il. Yəni o vaxt ölənlərin üzərindən 2000 il keçib, yəni 1000 illər keçib. 1000 illər keçmiş bir vaxtda Allah subhanahu ta'ala qısa bir məna verir. Ki, yəni o da azdır, belə də böyük bir vaxtda öl. Quran-Kərimdə qardaşlar, Allah subhanahu ta'ala deyir ki, Əlhəkumut təkəthur. Malın, dövlətin hərisliyi, dalınca gedilməsi, yığılması sizi yayındırdı deyir. Əsl məqsəddən yayındırır. Hətta zurtumul maqabir. Hətta deyir, siz qəbirləri haçan ziyarət ediniz? Ölməklə, ölüb getdiniz qəbirstanlığa. Aydındır? Hətta zurtumul maqabir. Ölməklə zurtum deyir Allah subhanahu. Yəni qəbirləri ölməklə ziyarət ediniz. 1000 illərə, qardaş, 1000 illərə Allah ziyarət deyir. Ziyarət nə qədər olur, qardaşlar? Az bir vaxt. Az bir müddətə ziyarət deyilir. Öyle deyil mi? Az bir vaxta ziyarət deyilir. Allah 1000 illərə, qəbirdə olan 1000 illərə ziyarət deyir. Hətta zurtumul maqabir. Ölüb qəbirə getməklə qəbirləri ziyarət elədiniz deyir. Sanki ziyarətə girməsən. 1000 illər qəbirdə qalsan belə və sənin üzərindən Allahın bildiyi qədər keçəcək. Sənin də üzərindən 1000 illər keçəcək. Allahın bildiyi miqdar keçəcək. Amma o azdır. Sənin həyatın miqdarında nədir? 60 il nədir? 2000 il bizim bildiyimiz. Yəni dünyanın yaradılışını Allah bilir nə qədərdir tarixi. Və Allah o qəbirdə olmağa ziyarət deyib, az bir vaxt deyir. Və sən nə qədər yaşayırsan, insanlar onu deyəcəklər, arkadaşlar. Ləbithnə yevmən əv ba'də yevm. Biz bir və ya yarım gün qaldıq. Fəsəlil addin. Soruşulan deyir, sayanlardan, hesablayanlardan soruş nə qədər qalıblar. Günləri sayanlardan soruş Allah subhanahu deyir. Sənin qaldığın az bir müddətdir. 1000 illərə Allah ziyarət deyibsə, sənin dünyada olduğun müddət nədir? Yaşadığın müddət nədir? Az bir vaxt vallahi bundan istifadə eləməlisən. Nə qədər var Allahın razılığını qazanmaq üçün istifadə eləməlisən. Peşman olacaq o kəslər ki, qardaşlar, bu az bir vaxtda sonsuz bir həyat, sonsuz bir xoşbəxtçilik qazana bilməyənlər bədbəxt olacaqlar. Adamların dünyada ən çox önəm verdiyi bilsən nədir? Adlar. Biri professordur, məsəl üçün. Biri deyir ki, yəni mənə şeyxdir, şeyx demək istəyir. Biri müəllimdir, biri doktordur, biri mühəndisdir, biri filandır. Amma kimsə axirətdəki adının, yəni Allah yanında sənin adın nədir? Onu düşünən yoxdur və həmçinin onun üçün çalışan yox. Hamı istəyir illərin qoy oxumağa filana ki, ona professor desinlər. Adamın saçı ağarı belə gözü görmür, səyərə yazır. Magister müdafiə edir, doktorluğu müdafiə edir. Adam professor olmaq istəyir. Yəni bu da ona adamların verdiyi ad, daha mənasız bir şeydir. Öldü getdi, professor filan kəs, olsunlar. O professorluğum sənə əhləyən gedir. Amma Allah qatında sən kimsən? Şərəflər belə bölünür. Sən Allah qatında, yəni professor mu, yoxsa qiyamda duran mı? Professor mu, yoxsa oruç tutanlar mı? Mühəndis mi, yoxsa rükü edənlər mi? Hansı adından çağırılmaq istəyən? Professor gəlsin və ya namaz qılanlar, ibadət edənlər, təvhid əhli gəlsin deyə. Çünki öləndən sonra hamımızın bir adı olacaq. Qardaş, öləndə bir dənə adı olur, meyid. Deyək, yox, bu professordur, meyiddir, ölüdür də bu. Hamı öləndə nə olur, qardaş? Bir dənə adı olur. Nədir o da? Meyid. Aydındır? Ölü. Bir dənə adım var. 100 dənə şey sayılır üzərində. Hamı üçün bir dənə də ölü. Ölüdür, başqa şey yoxdur. Amma ölüdən ölüyə nəyində fərq var? Allah qatında adının fərqi var. İnnə əkramakum. Harada? Sizin ən hörmətliniz dünyada professor adlandırılandır deyə bir ayə bilirsənmi? Nə də bilməyəsin, nə də olmayacaq. Heç vaxt. İnnə əkramakum harada? İndəllah. Allah yanında. Hansılardır? İnnə əkramakum indallahi ətqakum. Allahdan ən çox qorxanlar. Aydındır, təqvalılar. Onun adı təqvalıdır, bunun adı professordur. Bunun Allah qatında zərrə qədər hörməti yoxdur, onun Allah qatında böyük hörməti var.
Adam yəni həyatını Allaha ibadətlə keçirdi, professor olmayıb. Amma sadiq müsəlman olub, mühəndis olmayıb. Amma Allaha ibadət edən, səcid olub, səcdə eləyən olub. Aydın qardaş, adam yüksək vəzifə tutmayıb. Adamın əqqabısı cırıq olub, şalvarı yamaq olub. Amma adam o cırıq əqqabı ilə, yamaqlı şalvarla məscidlərə gedir. Qışın soyuğunda isti yerdə oturmayıb. Aydındır, ayağına yağış, su, dəyə-dəyə nə eləyib? Allah subhanahu ta'ala itayət üçün və ibadət üçün məscidlərin yolunu tutub. Yəni, məsələ mənim və sənin yanında deyil. Dünyada olacaqsan 60 il professor ol. Elə də önəmi yoxdur. Gediş hara üçündür? Yəni, sonsuz bir yer. Çünki 2 yer olacaq. 2 yer. Ya cənnət, ya cəhənnəm olacaq. Bu seçim sənə verilir dünyada. Və sən nə qədər ki, vallahi fürsət diyarındasan, nə qədər ki, sənə fürsət verilir, yəni seçə bilirsən, düzgün seç. Ağıllı ol, düzgün seç. Vallahi. Çünki öləndən sonra bu fürsət sənə verilməyəcək. Öləndən sonra bu fürsət sənə verilməyəcək. Ölüm mələyi gəldi və sənin canı aldısa, artıq seçimlər bitdi. Rəylər bitdi, sözlər bitdi. Aydındır? Artıq sənə sual veriləcək. Onun üçün olduğun yeri, tutduğun yeri, baxdığın yeri, məqamı düzgün seç. Sənə fürsət verilibsə, hələ nəfəs alırsansa, hələ buradasansa, Allah'ın diqqətli ol. Çünki sonra fürsət verilməyəcək. Bir dəfə alınsa, ikinci dəfə verilməyəcək. Hətta şəhidlərə belə ikinci fürsət verilmədi dünyaya qayıtmağa. Nə istəyirsiniz dünyaya qayıdıb, Allahım sənin üçün bir dənə də ölmə. Artıq bu söz sadır olur. İkinci dəfə dünyaya kimsə qayıtmayacaq. Aydındır? Artıq öldüsə, artıq bitdi. Allahın qarşısında dişiləcəklər. Və nə ilə gedəcəklər? Möminmi, müsəlmanmı, muhsinmi, abidmi, zahidmi, yoxsa fasiqmi, müşrikmi, kafirmi, asimi? Hansı adla gedmək istəyirsən? Və mömin adından sonra fasiq adlandırılmaq necə də pisdir. İman ismindən sonra fasiq, günahkar, murdar, bidətçi, fitnəkar adlandırma necə də murdardır, necə də pisdir, qardaşlar. Onun üçün, vallahi, yəni, verilən fürsəti dəyərləndirmək lazımdır. İkinci də ola bilər fürsət verilməsin. Ağıllı insan odur ki, fürsəti dəyərləndirəcək. Əzbərləyə bilirsənsə, əzbərlə. Öyrənə bilirsənsə, öyrən. Oxuya bilirsənsə, oxu. Aydındır? Yəni, irələ. İrələdikdən sonra geriləməkdən Allaha sığın. İstəmə geriləmək. Çünki irələmək lazım, önə getmək lazım. Allaha getmək lazım. Allaha tərəf getmək lazım, qardaşlar.